İçərisi bol şokoladlı, yumşaq mini keks hazırlamaq üçün mikserin qabına 1 stəkan şəkər, 5 ədəd otaq temperaturunda olan yumurtanı əlavə edib ağaranacan çalıram. Qabın içərisinə yarım stəkan süd, 50 qram kərə yağı əlavə etdikdən sonra ocağın üzərinə yerləşdirirəm. Süd isindikdə ocağı söndürürəm. Artıq yumurta tam ağarıbdır. Mikseri söndürürəm. Unu kənarda qarışdıracağım. 2 stəkan una 1 paket vanil, 1 paket qabartma tozu əlavə edirəm. Unu ələkdən keçirdirəm. Sonda çırpıcı ilə biraz qarışdırıb, içərisinə əvvəlcədən əritdiyim südlü yağı əlavə edirəm. Az-az əlavə edib qarışdırıram. Əvvəlcədən hazırladığım südlü yağ qarışımını da az-az əlavə edib qarışdırıram. Hazır xəmir bu cür olmalıdır. Bilmədən xəmirə çox un əlavə etmisinizsə, qatıdırsa, yenidən südün miqdarını artıra bilərsiniz. Qəlibin içərisinə hazır kağızlar yerləşdirmişəm. Xəmirdən qəlibləri əlavə edirəm. Qeyd edim ki, xəmiri ağzınacan doldurmaq olmaz. Üzərində yeri olmalıdır ki, sonradan çox qabarıb daşmasın. 200 dərəcəlik sobada pişirirəm. Üzəri bu cür qızardıqda artıq hazırdır. Sobadan çıxardıram. Şokoladlı glazur hazırlayıram. Yarım stəkan süd götürmüşəm. Üzərinə 4-5 yemək qaşığı şəkər, 3 dolu yemək qaşığı da kakao tozu əlavə edirəm. Qarışdırıb ocağın üzərinə yerləşdirirəm. 2-3 dəqiqə ərzində qarışdıraraq pişirirəm. Bu cür qatılaşdıqda ocağı söndürürəm. İçərisinə 50 qram kərə yağı əlavə edib qarışdırıram. Glazuru gözləyirəm ki, tam soyusun. Mini kekslərin orta hissəsində bu cür oyu qaçıram. İçərisinə hazırladığım glazurdan əlavə edirəm. Qeyd edim ki, mini kekslərin içərisinə hazır bişmiş qatılaşdırılmış süd, cem də əlavə edə bilərsiniz. Artıq gördüyünüz kimi şokoladlı mini kekslər hazırdır. Həqiqətən də çox ləzzətli alınıb, dadına söz ola bilməz. Sanki tort dadındadır. Hazırlayıb dadına baxmağa dəyər. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.